izləyicilər, Nəsimi rayonundan salamlayırıq sizi. Əla təmirli, yeni təmirdən çıxmış sənədi çıxarışı olan ipotekaya yararlı 90 kvadrat ölçüdə 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilmiş bir mənzil təqdim edəcəyik. Mənzilimiz yerləşir Nəsimi rayonunda, Çəmənzəmənli küçəsində, Olimpik Star Niagara restoranlarının yaxınlığında. Azadlıq prospekti ilə Səməd Vurğun küçələrini birləşdirən küçədir bu hissə. 18 mərtəbəli yeni tikinin 7-ci mərtəbəsində, bir daha qeyd edirəm, 90 kvadrat ölçü və 2 otaqdan 3 otağa düzəlmiş, əla təmir edilmiş bir mənzil. Giriş qapısından girdikdə sağda belə bir asılqanlıq və pufik hissə, gömmə qarcırov və giriş qapısı ilə üzbəüz əla növ açarlıqla dresuar hissə güzgü, gizli işıqlı güzgü ilə dresuar hissə bəzədilib. 3 otağa düzəlmə məhz qonaq otağının baş hissəsində mətbəxin yığılması ilə edilib. Qonaq otağına buradan daxil olmaq olur. 2 ədəd yataq otağı, ikinci yataq otağı, əsas geniş ölçülü yataq otağı. Burada isə mənzilin ümumi sanuzeli yerləşir. Bir sanuzel var mənzildə və başlayaq qonaq otağından. Mənzilin təmiri zamanı keyfiyyətli inşaat materiallarından istifadə edilib və olduqca da zövqlü son dövrlərin dəbinə uyğun əla təmiri var. Qonaq otağının genişliyini görürsünüz. 90 kvadrat ölçü tam olaraq mənzildə özünü göstərir. Belə bir minimalistik, lakin zövqlü bir tristent yığılıb. Rahatlıqla qonaq otağına 6 nəfərlik yemək masası və iri həcmli yumşaq mebel dəstənizi rahatlıqla yerləşdirə bilərsiniz. 3 otağa düzəlmə, bir daha qeyd edirəm, ideal şəkildə edilib. Həm mətbəxin işıqlanması, havalanması təmin edilib, həm də qonaq otağının və böyük ölçülü 2 tərəfli mətbəx mebeli yığılıb və bu böyük ölçüdə sizə bütün əşyalarınızı rahatlıqla yerləşdirməyə şərait yaradacaq. Üzəri mərmərlə, süni mərmərlə işlənib və mətbəx mebelinə aid qaz aspirator moykasına qədər quraşdırılıb. Sadəcə texnikalarınızı yerləşdirmək qalıb, belə deyək. Mənzildə bütün mənzil boyu əşya planlaması edilib. Hər əşyanın, hər texnikanın yerləşimi tam olaraq nəzərə alınmış vəziyyətdədir. İndi isə ikinci yataq otağını təqdim edeyim sizə. Döşəmə xol boyu və sanuzel boyu qranit döşəmədir. Otaqlarda isə əla növ laminatlardan istifadə edilib. İkili böyük ölçülü yataq dəstəsinin yerləşimi burada nəzərə alınıb və bu otağa uyğun böyük ölçülü tam boy qarcırov mebeli yığılıb. Güzgü qapılarla və TV-nin yerləşimi burada nəzərə alınıb. Rahat, geniş otaqdır burada gördüyünüz kimi, lakin digər yataq otağı ondan da genişdir. Evin uzunluq nisbəti daha idealdır bu yataq otağının. Yenə burada da əşya planlaması edilib, böyük ölçülü yatağın yerləşimi nəzərə alınıb. Tumbaların üzəri daraq teksturu ilə əla bəzədilib. Böyük ölçülü qarcırov mebelinizi istər küns, istər bir tərəfli rahatlıqla bu hissədən yerləşdirə bilərsiniz. Və TV-nin yerləşimi, make-up yerləşimi isə bu istiqamətdən nəzərə alınıb. Mənzildə bir böyük ölçülü balkon var. O balkon da bağlanılıb və tam abadlaşdırılmış vəziyyətdədir. Bu balkona hər iki yataq otağından daxil ola bilirsiniz. Olduqca geniş ölçülü balkonda bir daha qeyd edirəm. Və buradan mənzilin şəhər istiqamətinə qarşısı açıq, gün düşən bir mənzildir və şəhər istiqamətinə əla baxış açılır. Yəni baxış keçirdiyiniz zaman şahid olacaqsınız buna da. Və indi isə sanuzelini təqdim edeyim. Mənzildə bir daha qeyd edirəm, bir sanuzel var. Lakin burada tam sanuzeldir və əla da tərtib edilib. Duş içərisində nişa bəzədilib, nişa düzəldilib, duş aksesuarları böyük ölçülü moydadır. Divar ünitəsi isə sağ istiqamətdən yerləşdirilib. Belə, mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Nəsimi rayonu Həsən Əliyev küçəsinə yaxın ideal ərazidir bu ərazi. Ümumi şəhərə çıxış cəhətdən deyirəm, hər bir istiqamətə yaxın məsafədə yerləşir. Nəsimi rayonu Çəmənzəmənli küçəsi Olimpik Starın yaxınlığı. 18 mərtəbəli yeni tikili binanın 7-ci mərtəbəsi 90 kvadrat ölçü, 3 otağa ideal düzəlmə, sənəd çıxarış, yəni kupça, ipoteka ilə də əldə edə bilərsiniz buranı və start qiymət 299 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklamlaşır.